Realdasınız. Biz sizə su qovşandan xəbərləri ötürməyə davam edirik. Hazırda olduğumuz su anbarı 2026 Prezident Kuboku 2026 Beynəlxalq avar çəkmə reqatasına ev sahibliyi edir. Yarışın ilk günü idi burada və biz artıq ilk medalımızı qazanmışıq. Əlimurad Hacızadə 200 metr məsafədə kayak qayığında gümüş medal qazanıb. Onunla həm söhbət olacağıq, təəssüratlarını bizimlə bölüşəcək. Xoş gördük Əlimurad. Əvvəlcə təbrik edirik səni. Necə hazırlaşmışdınız yarışa? Bu nəticəni gözləyirdinizmi? Biz bu yarışa qış fəsli noyabrdan başlamışıq hazırlaşmağa və ağır məşq təlimləri keçirdik. Və Allah şükür bugün ilk medal qazandım, gümüş medal qazandım. İnşallah sabah və bürsünkü yarışlarda da qızıl medal qazanarıq. Komandamıza uğurlar. Təşəkkür edirik, təbrik edirik səni. Xatırladım ki, müsahibim Prezident Kuboku 2026-nın gümüş mükafatçısı Əlimurad Hacızadə idi. Onu da qeyd edeyim ki, Prezident Kuboku avar çəkmə reqatası mayın 1-də başa çatacaq. 2 gün ərzində, qarşıdakı 2 gün ərzində isə biz Mingəçevirdən xəbərləri ötürməyə davam edəcəyik. Sizin isə gözünüz realda olsun.